bu məclisdə istəyirdim ki, tövbə ilə istiğfar arasında olan fərqi götürək. Ümumiyyətlə, tövbə məfhumu, istiğfar məfhumu və aralarında olan fərq. Birincisi, tövbənin tərifi nədir? Tövbə, alimlər bir çox təriflər veriblər. O təriflərdən birisi budur ki, hiyən nədəm bil qalb və tərkul ma'siyə fil hal vəl-azmu alə əllə ya'udə ilə mislihə. Tövbənin tərifi, mənası budur ki, yəni insanın qəlbi ilə o işlədiyi günaha peşman olması və həmin halda o günahı tərk etməsi və o günaha qayıtmayacağına dair öz içində söz verməsi, əzm etməsi. Bu nədir? Bu tövbənin tərifidir. Bu həm tövbənin tərifidir, həm də elə bir tərifdir ki, özündə tövbənin rukunlarını, yəni tövbənin şərtlərini ehtiva edən bir tərifdir. Fikir verdiniz, bu tərifdə elə bil ki, 3 dənə məsələ qeyd olundu. Onlardan birincisi, insanın qəlbdə peşman olması. Çünki Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, ən-nədəmu tövbə. Peşmançılıq elə tövbənin özüdür. Yəni, həqiqi mənada tövbə elə insanın o günahdan peşman olmasıdır. Yəni, tövbənin əsli peşmançılıqdır. Sonra tərifdə qeyd olunan ikinci məsələ nə idi? Tərkul ma'siyə fil hal. Və həmin halda o günahı tərk eləmək. Bu ikincisi. Üçüncüsü də o günaha qayıtmayacağına dair insanın əzm etməsi. Deməli, tövbənin neçə şərti oldu? 3 şərti. Peşmançılıq, o günahı tərk etmək və qayıtmayacağına dair insanın əzm etməsi. Və bəzi alimlər, yəni bu tövbənin əsas 3 şərtidir. Tövbə məfhumu budur. Bir də 4-cü şərtə əlavə ediblər. O da 4-cü şərt nədir? Əgər o peşman olduğun və tərk elədiyin o günah, o asilik nədirsə, o hansısa bir haqla, bir hüquqla əlaqəlidirsə, onu öz yəsinə qaytarmaq və halallaşmaq. Bu da oldu neçənci şərt? 4-cü. Bu da təbii ki, 4-cü şərt, necə deyərlər, şərtu zəid, yəni əlavə şərtdir də. Çünki bütün tövbələrdə olmur bu. Adam məsələn, siqaretə, arağa tövbə edibsə, bu 4-cü şərtin bura nə aidiyyəti? Bu 4-cü şərt ona aiddir ki, o nədən ki tövbə eləmirsən, hansısa bir haqq ilə əlaqəlidir. Halallaşmaq lazımdır da. Düzdürmü? O haqq ilə əlaqəli olan məsələ də 2 növdür. Bir var maddi haqq, bir var mənəvi haqq. Maddi haqq budur ki, misal üçün, kimdən nəysə götürüb vaxtı ilə, nəysə ola bilsin oğurluyub, kimisə dükanında işləyib, hansısa malın arxasına keçib, cahil olub. Sonra Allah hidayət verib, tövbə edib, ibadətə başlayıb, tövbə etdi və o əməlini xatırlayıraq, o əməl ayrıca tövbə tələb edir. Çünki oğurluq edib. Ona vacibdirmi ki, o maddi haqqı ödəsin, halallığını alsın? Bəli, vacibdir. Yəni, maddi haqqın, yəni nəyisə qəsb edibsə, onu qaytarmaq nədir? Vacibdir və bu tövbənin neçənci şərti oldu? 4-cü. Amma bir də ola bilər, o haqq mənəvi haqq olsun. Məsələn, kimisə qeybətini eləyib. Halallaşmalıdır ya, yox. Adam kiminsə qeybətini eləyib və tövbə eləyib. Kimdənsə kiməsə söz aparıb gətirib tövbə eləyib. Və onun haqqı bunun üzərindədir. Lakin bu haqq maddi haqq deyil. Bu mənəvi haqqdır. Bu halda nə etməlidir? Bu məsələdə alimlər ixtilaf edirlər. Yəni, gedib o adama deməlidirmi ki,
mən vaxtı ilə sən qeybət eləmişəm, halallıq ver. Çünki problemlərə səbəb ola bilər axı. Ona görə alimlər məhz mənəvi haqda, maddi haqq o heç ödənilir. Mənəvi haqqa gəldikdə, alimlər bu məsələdə bir çoxsu təfsilata gedib. Deyiblər ki, baxır qeybət elədiyin, kimin ki mənəvi yöndən haqqına girmirsən, o adamın halına. Əgər o bunu bilirsə, yəni bilir, gedib onun qulağına çatıb ki, sən onun məsələn qeybətini eləmişsən. Artıq onsuz da bunu bilir. Gedib ondan halallıq almağın lazımdır. Və bu sənə baş ucalığı gətirəcək. Onsuz da xəbəri var. Amma yox, xəbəri yoxdursa, o halda deyiblər ki, o halda da bəziləri deyiblər, baxılır adamın halına. Adam var ki, getsən, necə deyirlər, bucaq açacaq. Adam var, bilsə, problem yaradacaq. O halda gedmirsən, demirsən, xəbər də olmur. Lakin kimin yanında ki, onun qeybətini eləmirsən və alçatmısan, arxasınca danışmısan, onların yanında, məsələn, sözündən dönürsən və onu tərifləyirsən, münasib bir formada və deyirsən ki, məsələn, mənə səhv məlumat gəlib, belə bilmişəm, belə demişəm, səhv eləmişəm. Və həmçinin onun barədə nə edirsən? Allahdan bağışlanma diləyirsən. Hətta o mənəvi haqq ödənsin. Hər bir halda bu, deməli, tövbədə neçənci şərt oldu? 4-cü şərt. Nə üçün bunu alimlər şərt kimi qoyublar? Fikir verin. Çünki biz 4-cü şərtə baxsaq, görürük ki, bu şərt sırf günahın özü ilə əlaqəli deyil. Kiminsə haqqına girilibsə, o haqq ilə əlaqəli olan şərtdir. Niyə görə? Çünki baxma ki, tövbəni qəbul edən Allahdır. Bu tövbə bəndə ilə Rəbbi arasındadır. Lakin Allah Azza və Cəllənin ədalətindəndir ki, Allah qul ilə qulun arasında olan haqqa girmir. Bu Allahın ədalətindəndir. Ona görə bu tövbədə ayrıca şərt kimi qoyulub. O haqq ödənməlidir. İstər maddi haqq olsun, istər mənəvi haqq. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hətta şəhidin, Allah yolunda öldürülən şəhidin günahları bağışlanır, illət deyil. Borcdan başqa. Allah yolunda canını verən adamdır. Yəni Allahla ticarət qurub. Cənnətin müqabilində canını verib. Lakin Allah Azza və Cəllə o şəhidin belə kim nəsə arasında olan haqqına girmir. Niyə? Adilliyinin kamilliyindən. Və başqa bir misal verək. Məsələn, qatilin hökmü şəriətdə kimsə kiminsə Allah qorusun canına qıyıb. Məsələn, sahabələrdən İbn Abbasda məşhurdur bu. İbn Abbas deyərdi ki, qatilin tövbəsi yoxdur. Necə qatilin tövbəsi yoxdur? Yəni, mövzu tövbə olduğuna görə bunu misal gətirdim. Yoxsa misallar çoxdur. Necə qatilin tövbəsi yoxdur? Qatildir. Tövbə də Rəbbi ilə onun arasındadır da. Tövbə eləyəcək və Allah da bağışlayacaq. Hansı mənada tövbəsi yoxdur? Bu 4-cü şərti nəzərə alıb İbn Abbas. Çünki sən kimisə canına qıymısansa, artıq onun can haqqı sənin boynundadır. Nə qədər tövbə eləsən də qiyamət günü onunla hesablaşacaqsan. Çünki qatil üzərində 3 növ haqq var. Bir Allahın haqqı, bir öldürülənin haqqı, bir də öldürülənin yaxınlarının haqqı. Məsələn, sən bir uşağı atasız qoymusan, qadını ərsiz qoymusan, ananı balasız qoymusan. Allahın haqqı tövbə ilə ödənildi. Yaxınların haqqı qan puluyla və ya qisasla şəriət dövlətində ödənildi. Amma hər bir halda öldürülənin haqqı qalıb, qalmayıb. Qalıb. Ona görə nə qədər tövbə eləsə də qiyamət günü qatillə, məqtullə, öldürülənlə qatil üzbəüz gələcək. Bu mənada İbn Abbas deyirdi ki, qatilin tövbəsi yoxdur. Çünki 4-cü şərt neynəsə də ödənmir.
hətta şəriət dövlətində onun üzərinə qisas tətbiq olunsa belə, o qisas kimin haqqıdır? Qohumlarının. Öldürülənin haqqı, qan haqqı yenə də onun boynundadır. Təbii ki, bu mövzu uzundur, lakin düşünürəm ki, bu qədəri kifayət eləyər. Həmçinin bəzi alimlər burada əlavə bir şərt gətiriblər. Biz indiyənəcən tövbənin neçə şərtini dedik? 3. 4 də əlavə. Haqqı ilə əlaqəli olur. Bəzi alimlər bir də şərt əlavə deyirlər. Məsələn, Qurtubi, rəhmətullahi aleyh, bu şərti gətirib və bəzi alimlər deyiblər ki, لا بد أن تكون حياء من الله لا من غيره. Gərək o tövbə, yəni tövbə nədir? Günahdan dönmək, günahı tərk etmək Allahdan həya edərək olsun. Başqasından yox. Bunu tövbəyə ayrıca şərt kimi gətiriblər. Maraqlıdır, hə? Yəni bu şərti gətirən alimlər nə demək istəyiblər? Onlar demək istəyiblər ki, əgər biri bir günahına görə peşman olsa, o günahı tərk eləsə, kiməsə görə o tövbə sayılmır. Ola bilər belə, ola bilər. Ola bilər adam, məsələn, yaşadığı yerdə camaat siqaret çəkmir. Məsələn, fikirləşir ki, bu siqaret çəksə, camaat buna pis baxacaq. Nə etdi? Bunu tərk elədi. Lakin bu Allah üçün olmadı. Yəni, ixlasla. Allahdan həya etdiyinə görə olmadı. İnsanlara görə oldu. Deyiblər ki, bu tövbə yəni sayılmır. Çünki bu şərt ödənmədiyinə görə. Əslində bu şərt düzdür. Yəni, düzdür. Lakin şərt olaraq tövbə üçün ayrıca qeyd olunmasına ehtiyac yox. Niyə? Çünki əslində bu şərt ki var, insan günahı Allahdan həya edərək tərk etməlidir. Bu nəyə qayıdır? İxlasa. Yəni, bu şərti qoyan alimlər demək istəyiblər ki, insan tövbəni kim üçün etməlidir? O günahı kim üçün tərk etməlidir? Allah üçün. Bu da nədir? İxlas. Və alimlər də deyiblər ki, onsuz da ixlas bütün əməllərdə, bütün ibadətlərdə şərtdir. Onu ayrıca tövbə üçün qeyd etməyin mənası yoxdur. Biz isə burada tövbənin şərtlərindən danışırıq. Aydın oldu? Belə öz-özlüyündə düzdür. Lakin tövbə üçün ayrıca şərt kimi qeyd olunması əbəsdir. Məsələn, mən misal üçün, indi burada bir qardaşa desəm ki, mənə namazın şərtlərini sadala. Nə deyəcək? Deyəcək, namazın şərtləri məsələn 9. Tutaq ki, dəstəmazda olmalısan, namaz qıldığın paltarın, namaz qıldığın yerin təmiz olmalıdır, qibləyə yönəlməlisən, niyyət olmalıdır, satra aura, o örtülməli yerlər örtülməlidir. Yəni, namazın şərtləri və tamamlandı. İndi sual, ixlası niyə qeyd eləmədin? Çünki ixlas bütün ibadətlərdə şərtdir. Mən isə indi səndən xas olaraq namaza aid olan şərtləri soruşdum. Bu da həmçinin. Biz burada nədən danışırıq? Tövbənin şərtlərindən. Ona görə bu ixlası ayrıca burada qeyd etmək əbəsdir. Və həmçinin bəzi alimlər başqa bir şərt gətiriblər. Bu qeyd elədiyim şərtlər əslində tövbənin şərtləri deyil. Fayda üçün zikr edirəm ki, bəzi alimlər gətiriblər. Nə deyiblər? Deyiblər ki, لا بد من التصريح اللفظي. Yəni tövbə edən adam o günahdan ki peşman oldu, o günahı ki tərk elədi, mütləq onu dilə gətirməlidir. Yəni necə? Mütləq dili ilə Allahdan bağışlanma diləməlidir. Bu tövbənin şərtidir deyiblər. Doğru olan budur ki, bu tövbənin şərti deyil. Bu məsələni uzatmıram, bu məsələyə qayıdacağıq. Tövbə ilə istiğfar arasında olan fərqi qeyd edənlər. Həmçinin bəzi alimlər başqa bir şərt gətiriblər tövbə üçün.
Deyiblər ki, tövbənin tövbə olması üçün, məqbul olması üçün şərtdir ki, insan hansı günahdan ki tövbə edib, gərək başqa günah üzərində də olmaya. Başqa günah üzərində də israr etməyə. Əgər bir günah üzərində israr edirsə, başqa günahdan tövbə etməsi tövbə sayılmır. Bu şərt doğru olan budur ki, tövbə üçün şərt deyil. Və Allah Azza və Cəllə qullarını bu şeylə mükəlləf etməyib. Bu həm də tövbənin çərçivəsini daraltmaqdır. Çünki ola bilsin insan 5 dənə günaha mübtəla olub. 3-ünü tərk edə bilmir, 2-sini tərk edir. Tərk edə bilməz, tövbə edə bilməz. Yəni bu şərti götürsə edə bilməz. Məsələn, adam cahildir, namaz qılmır. Yəni, təbii ki, namaz qılmırsa, böyük ehtimal içib, çəkib. İndi Allah hidayət verib, ibadətə başlayıb və tövbə edib gəlib də ibadətə. Nədən tövbə edib? Məsələn, nədən tövbə edib? Namaz qılmadığına görə. Namaz qılmadığına görə tövbə edib. Neçə illərdir ibadət eləməyib, namaz qılmayıb, oruç tutmayıb. Tövbə elədi. Gəldi ibadətə. Amma ola bilsin, siqaret çəkir. Namaz qılmadığına görə tövbə elədi. Adam həm çəkirdi, həm içirdi. İçkiyə görə tövbə elədi. Amma siqareti hələn buraxa bilməyib. Bu şərti götürsək, şərt kimi onda elə çıxır ki, şərab üçün elədiyi tövbə sayılmır. Niyə? Çünki hələn o biri günah üzərində qalıb deyənə. Aydındır. Doğru olan budur ki, bu şərt deyil tövbə üçün. Və həmçinin son olaraq bəzi alimlər tövbə üçün bu şərti də gətiriblər. Hansı ki, bu da doğru olan budur ki, şərt sayılmır. Nə deyiblər? Deyiblər, tövbənin şərtidir ki, o hansı günaha görə ki, peşman olmusan, tərk eləmirsən, o günaha bir daha qayıtmamaq. Deyiblər, bu tövbənin şərtidir. Doğru olan budur ki, bu tövbənin şərti deyil. Ona görə tövbənin tərifində fikir verdiniz, biz nə dedik? Dedik ki, tövbə nədir? Tövbənin 3 rukunu. Qəlbdə peşman olmaq, o günahı tərk etmək və bir daha o günaha qayıtmamaq üçün əzm etmək. İçdən söz vermək. Bax, tövbənin şərti budur. Və bu ikisi arasında fərq var. Günaha qayıtmamaq başqa şeydir. Qayıtmamaq üçün əzm etmək başqa şeydir. Şərt olan budur. İkinci yox. Burada fayda nədir? Fayda odur ki, məsələn, bir adam əvvəldə dediyimiz kimi tövbənin 3 şərti ilə səmimi şəkildə tövbə elədi. Adam peşman olub, Allah üçün tərk elədi və necə tərk elədi? Mən bir daha o günaha qayıtmayacam deyə. Bu tövbədir ya yox? Bu tövbədir. Sonra belə oldu ki, nəsə zəiflik göstərdi. Şeytan allatdı, qayıtdı o günaha. Qayıtdı o günaha. Əvvəlki tövbəsi tövbə sayılırdı ya yox? Sayılırdı. O tezdən o günaha qayıdanda əvvəlki günah ona gəlmir. Günah yenidən başlayır. Niyə? Çünki tövbəsi həqiqi mənada tövbə idi. Çünki adam o günaha qayıtmaması üçün əzm eləmişdi. Lakin dözə bilmədi, dura bilmədi. Ona görə tezdən tövbəyə, günaha qayıtmamaq şərt deyil. Qayıtmamaq üçün əzm etmək şərtdir. Qayıtmamaq üçün əzm etmək nədir? Biraz da açaq bu şərti. Məsələn, Ramazan ayı gəldi, adam namaz qılmır, deyir ki, Ramazanda siqaretə, arağa tövbə elədim. Ramazanda nə elədim? Siqaretə, arağa tövbə elədim. Nədə? Ramazanda. Bu nə demək istəyir? Ramazandan sonra nə edəcəm? Qayıdacam. Deməli, bu qayıtmamağa əzm eləməyib.
Tövbə sayılır ya yox? Tövbə sayılmır. Fərq aydın oldu. Amma doğrudan da adam tövbə eləsə ki, qayıtmayacaq. Peşman olub, tərk eləyib. Amma birdən elə oldusa qayıtdı, o tövbəsi yerindədir. Fərq aydın oldu ya yox? Və belə. Və bunun da dəlili nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü ki, Ət-taibu minəz-zənb kəmən lə zənbələ. Günahdan tövbə edən o günahı etməmiş kimidir. Bir adam günahdan tövbə eləsə, o günahı etməmiş kimidir. Və birdən Allah qorusun, qayıtsa o günaha, elə bil ki, günah yenidən başlayır. Və bu cür. Bu müxtəsər olaraq tövbə məfhumu idi. İstiğfara gəldikdə isə, istiğfar nədir? İstiğfar talabul məğfirə min Allah. Yəni Allahdan məğfirət tələbi. Allahdan məğfirət istəmə. Allahdan bağışlanma diləmə. Bu da müxtəsər olaraq istiğfarın mənası. Allahdan bağışlanma tələb etmək. Allahdan bağışlanmaq. Məğfirət istəmək. Və biz dedik ki, deməli, tövbə ilə istiğfar arasında nə var? Fərq var. Tövbə ayrı şeydir, istiğfar ayrı şeydir. Ona görə məsələn İbn Teymiyyə rahmetullahi aleyhin bir neçə kitabında qeydlədiyi bir məsələ var. İnsanın günahlarına kəffarə olan, onun günahlarının silinməsinə səbəb olan 10 şey. O 10 şeydən birincisi qeyd edir nəyi? Tövbə. İkincisi nəyi? İstiğfar. Yəni tövbəni istiğfardan neyinədir? Ayırdır. Deməli bunlar ayrı-ayrı şeylərdir. İndi sual versəm ki, tövbə ilə istiğfar arasında fərq var. Bunun dəlili nədir? Kim deyər? Ya ayə, ya hədis. Sual bu deyil ha, aralarındakı fərq nədir? Bunu sual vermirik. Bunu izah elə dərsi mövzusudur bu. Sual budur ki, tövbə ilə istiğfarın arasında fərq olduğunun Quran və sünnədən dəlili nədir? Yani ayə olaraq yazma qalmır. Buyur. Hərs olaraq. Buyur. Yəni, Allah buyuraq o kəslər ki, tövbə ilə salih əməllər edərlər. Tövbə etmək, salih əməl etmək. Yox, tövbə və istiğfardan danışırıq. Hər axşamkən əstəğfirullah və etûbü. Əhsən. Bu sünnədən dəlil. Fikir verdinizsə, bu dəlildir. Peyğəmbər sallallahu aleyhi və səlləmin dualarında, zikirlərində gəlir ki, əstəğfirullah və etûbü ileyh. Əstəğfirullah, Allahım, sənə istiğfar edir, səndən bağışlanma diləyir və sənə tövbə edirəm. Deməli, istiğfarla tövbə bir-birindən ayrıdır. Və Allah azze və cəllə buyurur ki, və ənistəğfiru rabbakum. Rəbbinizə istiğfar edin. Rəbbinizdən bağışlanma diləyin. Sümmə tubu ileyh. Sonra ona tövbə edin. Sonra ayırdı. Deməli, istiğfar ayrı şeydir, tövbə ayrı şeydir. Bu həm Qurandan, həm də sünnədən dəlildir. Təbii ki, əslində tövbə ilə istiğfar arasında olan fərq imanla İslam arasında olan fərq kimidir? İzə ictəmə'a iftəraqa və izə iftəraqa ictəmə'a. Yəni, ayrı-ayrılıqda gələndə mənaları birləşir. Yəni, mən məsələn deyəndə ki, tövbə istiğfar mənasını da verə bilər. İstiğfar tövbə mənasını da verə bilər. Yəni, ayrı-ayrılıqda gələndə sinonim sözlər kimi. Amma söhbət ondan gedmir. Söhbət ondan gedir ki, tövbə və istiğfar bir yerdə gələndə. Məsələn, qardaşın qeydlədiyi zikr, hədis. Əstəğfirullah və etûbü ileyh. Qeydlədiyimiz ayə. Və ənistəğfiru rabbakum sümmə tubu ileyh. Rəbbinizə istiğfar edib, sonra ona tövbə edin. Eyni yerdə gəlib. Deməli, mənaları nədir? Mənaları bir-birindən ayrıdır. Və sual verilsə ki, bəs tövbə ilə istiğfar arasında fərq nədir? Bəzi alimlər 20-yə yaxın fərq gətiriblər. Laf belə xırdalıqlarına ensək. Lakin ən məhşur olan, belə əsas, ana fərqlər təxmini 10-a yaxın fərqdir. Və o fərqlərdən birincisi elə ən bəsidir.
bu həm, bu indi deyəcəyim, həm tövbə ilə istiğfar arasında fərqin olduğunun dəllidir. Həm də aralarında olan fərqdir. O da nə? Birinci fərq tövbə və istiğfarın tərifi. Aralarında olan birinci fərq budur. Həm də bu özü də dəlildir ki, aralarında fərq var. Niyə? Çünki biz tövbənin tərifində nə dedik? Qəlbin peşman olması, günahı tərk etmək və o günaha qayıtmamaq üçün əzm etmək. Bu tövbənin tərifi idi. İstiğfarın tərifində dedik ki, talabul məğfirə minallah. Allahdan bağışlanma diləmək. Bu elə tərif, tövbə ilə istiğfar arasında olan birinci fərqdir. Və ikinci fərq nədir? İkinci fərq odur ki, istiğfar edən günah üzərində olduğu halda istiğfar edə bilir. Tövbədə isə bu yoxdur. Çünki tövbənin tərifində nə idi? İkinci şərt. Və tərkul ma'siyə. Həmin günahını etmək, tərk eləmək. Yəni tövbədə bu şərtdir. Amma istiğfarda yox. Ola bilsin adam hətta istiğfar etdiyi günahın üzərindədir. Amma o günah üçün Allahdan bağışlanma dilir. Ola bilər, ola bilməz. Ola bilər. Və bu əslində imandan xəbər verir. Məsələn, adam siqaret çəkir. Bunu tərkizə bilmir də. Və bilir günahdır, etiraf edir. Hər çəkəndə deyir, Allah bağışlasın. Allah'ın bağışla. Ya deyir, estağfirullah. Ya Rabbi xfirli. O günahı edə istiğfar elədi ya yox. Sual. Biz bundan danışmırıq. Allah qəbul edəcək, etməyəcək. Sual budur. İstiğfar sayılır ya yox? Sayılır. Amma günahı edə tövbə eləsə tövbə sayılacaq? Yox. Niyə? Elə bir ki, dəstəmazsız namaz qılmısan. Çünki tövbənin şərtlərindən birisi elə o günahı tərk etməkdir. Sən tərk eləməmsən. Necə tövbədir? Tövbə nədir? Qayıtmaq. Nədən? Günahdan sən qayıtmamısan. Amma istiğfar ola bilər. İstiğfar Allahdan bağışlanma tələbidir. Adam məsələn iradəsinin zəifliyindən, hansısa dünya səbəblərinə görə, maddiyyat və s. tutaq ki, nə misal verək? Məsələn, bankda işləyir. Faizin içindədir. Bilir haramdır. Hər dəfə gedəndə, gələndə Allahdan bağışlanma deyir. Ya Rab, bağışla. İstiğfar edir. O günahın üzərində ola. Bu istiğfar sayılır. Lakin tövbə yox. Deməli, bu da ikinci tövbə ilə istiğfar arasında olan fərqidir. Aydındır ki, istiğfarı o günah üzərində olduğun halda edə bilirsən. Ona görə Allah Azze ve Celle buyurur ki, ayə fikir verin. وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ. Onlar Allah'tan bağışlanma dilədikləri müddətcə Allah onlara əzab verən deyil. Kafir qövmdür, müşrik qövmdür. Fikir versən. Ola bilsin, o günah üzərindədir. Biri deyə bilər, fayda nədir onda istiğfarın? Ola bilər ki, adam günah üzərindədir. Bilir, istiğfar edir. Ola bilsin Allah bağışlamasın. Amma o günahına görə gələcək bəlanı ondan dəf eləsin, istiğfara görə. وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ. Onlar istiğfar etdikləri halda, istiğfar etdikləri müddətcə Allah onlara əzab verəsi deyil. Aydın oldu bu fərq? Bəli. Və üçüncü fərq, tövbə ilə istiğfar arasında, üçüncü fərq budur ki, tövbə mütləqdir ki, qəbul olunur. İstiğfar isə yox, dua kimidir. Yəni, istiğfar dua cinsindəndir də. Adam əl açır, dua eləyir. O duasında istədiyini Allah ona verə də bilər, verməyə də bilər. İstiğfar da belədir. İnsan Allah'tan bağışlanma diləyir. Allah bağışlaya da bilər, bağışlamaya da bilər. Necə ki, bayaq qeyd elədim, insan günah üzərində ola istiğfar edir. Edə bilər. Allah Azze ve Celle qəbul edə də bilər, etməyə də bilər. O istiğfarı günahının əffi üçün səbəb edə də bilər, etməyə də bilər. Amma tövbə yox. Tövbə mütləqdir ki, qəbul olunur. Gafiri zəmb
və qabilit tövb. Allah buyurur ki, günahları bağışlayıb tövbələri qəbul edəndir. Niyə? Çünki tövbənin rukunları, şərtləri yerində olanda mütləq ki, tövbə qəbuldur. Bir adam etdiyi günahına görə peşmandır və onu Allah üçün tərk edib və bir daha ona qayıtmayacağına dair əzm edib. Allah Azze və Cəllə qəbul edir, etmir? Qəbul edir, mütləqdir. Qəbul etməməsi yoxdur. Bu tövbəyə aiddir. Lakin istiğfarda ola da bilər, olmaya da bilər. Və dördüncü fərq tövbə ilə istiğfar arasında dördüncü fərq budur ki, əslində bayaqları dərsin əvvəlində qeyd elədim. O tövbənin şərtlərindən ki, bəzi alimlər gətiriblər. Deməli, dördüncü fərq budur ki, istiğfarın dillə olması mütləqdir. Yəni, istiğfarın mahiyyəti budur. İnsan dili ilə Allahdan nə edir? Bağışlanma tələb edir. Lakin tövbədə bu şərt deyil. Fikir verdiniz? Tövbədə bu şərt deyil. Tövbədə ola da bilər, olmaya da bilər. Bu tövbə ilə istiğfar arasında fərqdir. İstiğfarda mütləq dil nədir? Tövbədə dilin olmağı şərt deyil. Yəni necə? Belə. İnsan bir günah işləyib, o günahına görə peşmandır, Allah üçün tərk elədi və o günahına qayıtmayacağına dair əzm edib. Amma ya Rabbi, bu günahımı bağışla deyə istiğfar eləmədi. Tövbə sayılır ya yox? Sayılır. Bu tövbədir. Bilirdiniz bunu? Bu cür bilmirdiniz. Bu tövbədir. Və istiğfar ilə arasında olan fərqdir. Ona görə alimlər deyirlər ki, ola bilər bəzən tövbə istiğfarla yanaşı olsun. Yəni insan o dilə gətirsin. Ola bilsin istiğfarla yanaşı olmasın. Aydındır? Həmçinin fərqlərdən əsas fərqlərdən birisi həmçinin elə bu dediyim neçənci fərq oldu? Dördüncü fərq. Beşinci fərqi də buna aid eləmək olar. Daha doğrusu bu bir-birindən ayrıdır, buna oxşasa da. Alimlər deyiblər ki, həmçinin tövbə ilə istiğfar arasında fərq eyni ilə həmid və şükür arasındakı fərq kimidir. O barədə də biz ayrıca dərs götürmüşük. Həmid və şükür arasında olan fərq və fərqlər. O fərqlərdən birisi nə idi? Həmid dilə məxsusdur. Həmid nədir? Bəndənin Rəbbini dili ilə səna etməsi. Səna-i bil-lisən, dil ilə. Şükür isə həm qəlbə, həm dilə, həm də əzalara aiddir. İnsan qəlbi ilə şükür edir, dili ilə şükür edir və əməli ilə. Amma əməli ilə həmd edir. Belə anlayış var? Yoxdur. İnsan əməli ilə şükür edir. Allah ona bir neymət verib, o neyməti qoruyur, o neyməti itayət yolunda sərf edir. Bu nədir o neymətə? Əməli olaraq şükür deyil, bəli. Amma əməli olaraq həmid sayılır. Yox, həmid hara aiddir? Dilə. Deyiblər ki, tövbə ilə istiğfar arasında fərq də bu cürdür. İstiğfar hara aiddir? Dilə, eyni ilə həmid kimi. Tövbə isə şükür misalıdır. Qəlb, dil ola da bilər, olmaya da bilər və əməldə o günahı tərk etməsi. Aydındır. Həmçinin aralarında olan fərqlərdən, bu da əsas fərqlərdəndir. Baxın, insan istiğfarı həm öz üçün, öz adına, həm də başqa insanların adına edə bilir. Tövbəni isə yalnız öz adına. Elə deyə yox? Elə. İstiğfarda yox. İstiğfarda insan özü üçün də bağışlanma diləyir. Allahım mənə bağışla, əstəğfirullah. O cümlədən də müsəlman qardaşları üçün, ana atası üçün, hətta vəfat eləmiş yaxınları üçün istiğfar edə bilər ya yox? Edə bilir. Amma insan özündən başqası üçün tövbə edə bilir? Edə bilmir. Deməli, bu tövbə ilə istiğfar arasında olan fərqlərdəndir.
Necə ki Allah Azze ve Celle buyurur ki fa'lem ennehu la ilahe illallah vestagfir li zembike ve lil mu'minin vel mu'minat. Bil ki Allah'tan başqa haqq məbud yoxdur. Özün üçün, ha belə mömin kişi və qadınlar üçün Allah'tan bağışlanma dilə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki men istagfara lil mu'minin vel mu'minat kataballahu lehu bi kulli mu'min ve mu'mina hasana. Kim bir mömin kişi və qadın üçün Allah'tan bağışlanma diləsə, həmin o mömin kişi və qadınların sayı miqdarınca ona həsənə, ona əcr yazılar. Və Uca Allahın bu ayəsi ki اَلَّذ۪ينَ يَحْمِلُونَ الْعَرْشِ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذ۪ينَ آمَنُوا. Ərşi daşıyan və ərşin ətrafında olan mələklər Allah'a iman edərlər və iman əhli üçün Allah'tan bağışlanma diləyərlər. وَيَسْتَغْفِرُونَ لِلَّذ۪ينَ آمَنُوا. Aydındır? Deməli, istiğfarı insan həm özü üçün, həm də başqaları üçün edə bilir. Tövbə isə insan yalnız özü öz adına tövbə edə bilir. Həmçinin istiğfar ilə tövbə arasında olan fərqlərdən birisi, bu artıq neçənci oldu? Yox, 7-ci fərq. Tövbənin müqayyət vaxtı yoxdur. Tövbənin vaxtı mütləqdir. Yəni, şəriətdə alimlər baxıblar ki, tövbə üçün şəriət müqayyət, qeydli bir vaxt təyin etməyib. Tövbənin vaxtı mütləqdir. Yəni, insan bir günah elədi, vacib olan nədir? Həmən tövbəyə tələsməsi. Amma istiğfarda belə deyil. İstiğfarın vaxtı iki növdür. Var müqayyət, var mutlaq. Mutlaq yəni qeyddə olmayan. Oturmuşam, əstəğfirullah, Allah'tan bağışlanma diləyirəm. Bir də istiğfarın ikinci növü var, o da müqayyət. Yəni şəriət istiğfar üçün şəriətin təyin elədiyi yerlər var. Təyin elədiyi vaxtlar var. Məsələn, namazda, məsələn, namazdan sonra Esselamu aleykum və rəhmətullah, Esselamu aleykum və rəhmətullah. Namazdan sonra ilk elədiyin iş nədir? Estağfirullah, estağfirullah, estağfirullah. Bunu biz hardan bilirik? Bunu şəriətdən bilirik də. Bunu, o istiğfarı, o yer üçün təyin edən kimdir? Allah və Rasulü şəriət təyin edir. Düzdürmü? Fikir verirsiniz. Bu istiğfarın müqayyət yeridir. Tövbədə belə bir şey var? Yoxdur. Və namazın içində iki səcdə arasında istiğfar edirik, etmirik. Rabbi xfirli, Rabbi xfirli. Yəni istiğfarda şərt deyil. Məs əstəğfirullah deyəsən. Rabbi xfirli də istiğfardır. İki səcdə arasında Rabbi xfirli. İki səcdə arasında istiğfar. Görürsən, şəriət istiğfar üçün yer təyin edib. Və məsələn, sahur vaxtı. Sahur yəni vaxt olaraq, yəni Ramazanı nəzərdə tutmuram. Yəni səhər vaxtı. O sahur sözü də oradandır. Yəni, lap dəqiq desək, dan yeri ağarmamışdan qabaq, yəni sübh namazı girməmişdən qabaqki vaxt var ha. O vaxt da istiğfarın yeridir. Quranda 2 də ayə var. Vel mustagfirine bil ashar. Allah Azze ve Celle mömin qullarını vəsf edir. Və sabirin və sadiqin. Sadiqlər, səbr edənlər, Allaha qarşı muti olanlar və vel mustagfirine bil ashar. Və səhər vaxtı, sahur vaxtı, yəni sübh namazından qabaqki vaxtda istiğfar edənlər. Başqa ayədə gəlir ki, və bil əsharihum yəstəğfirun. Onlar sahur vaxtı Allah'tan bağışlanma diləyirlər. İndi bu bəzi misallar idi istiğfar üçün. Deməli, tövbədə bu yoxdur. Tövbənin müqayyət vaxtı yoxdur. Varsa deyin. Kimsə ağlına gəlir, tövbə üçün müqayyət bir vaxt yoxdur. Tövbənin vaxtı mütləqdir. İnsan günah elədi, vacibdir ki, həmən tövbəyə tələsin. Lakin istiğfarın 2 növ var. Vaxt cəhətdən. Var mutlaq, var müqayyət. Mutlaq ümumi, müqayyət şəriətin hansısa vaxta, hansısa ibadətə, hansısa yerə bağlı olaraq təyin etdiyi istiğfar. Bu da tövbə ilə istiğfar arasında olan deməli fərqlərdən birisidir. Və həmçinin
deməli, tövbə ilə istiğfar arasında olan fərqlərdən birisi də tövbə hansısa bir işlənmiş günaha görə və ya ən azından məkruh bir əmələ görə və ya lap ən azından lap nafilə bir ibadətin tərkinə görə olur. Yəni tövbə səbəbsiz olmur. Fikir verin. Amma istiğfar isə səbəbə bağlı deyil. İstiğfar bir növ dua və zikr cinsindəndir. Oturub adam deyir ki, əstəğfirullah, əstəğfirullah və atubu ileyh, əstəğfirullahəl-azim və atubu ileyh. Nəyəsə görə eləməyib. Hansısa elədiyim günaha görə yox. İstiğfarda bu var, tövbədə yoxdur. İnsan, çünki tövbə nədir? Hansısa bir günahın, hansısa bir təqsirin, hansısa bir səhlənkarlığın tərki. Ona görə tövbə səbəbli olur. İnsan ya günah, hansısa bir günahına görə, hansısa bir ibadəti tərklədiyinə görə, ən azından hansısa bir məkruh olan, bəyənilməz bir əməli işlədiyinə görə, hətta nafilə bir ibadəti tərklədiyinə görə eyb etməz, tövbə eləyir. Hər bir halda tövbənin səbəbi var. Amma istiğfar səbəbsiz ola bilir ya yox. İstiğfar səbəbsiz ola bilər. Aydındır. Hətta tövbə lap şərt deyil. Məsələn, insan hansısa bir günahını göz qabağına gətirsin. Yox. Məsələn, amma hər bir halda tövbə səbəblidir. İstiğfar isə səbəbli də ola bilər, səbəbli olmaya da bilər. Çünki zikir və dua cinsindəndir. İnsan oturub səhər axşam zikirlərin içərisində istiğfar edir. Edə bilər, edə bilər. Namazdan sonra 3 dəfə əstəğfirullah dedin. Hansı günahına görə? Aydındır. Amma tövbə belə deyil. Və bu da tövbə ilə istiğfar arasında olan fərqlərdəndir. Və burada həmçinin bir dənə də fayda çıxdı ortaya. O da nə? Sual verilsə ki, bunu indi mən sual kimi verirəm. Görüm, bundan o faydanı kim çıxartdı? Sual verirəm. Tövbənin hökmü nədir? Vacib. Vacib. Başqa hökmü ola bilər? Yox. Ola bilər ya yox? Vacib də, günah nəfsiz vacib. Böyük günahlarda vacibdir. Yox. Mən nə dedim? Tövbənin hökmü nədir? Başqa hökmü yoxdur. Biz indi nə dedik? Dedik, tövbə səbəbə bağlı olur. Ya ola bilsin insan bir günah işlədiyinə görə, ya ola bilsin insan bir məkruh əməl etdiyinə görə və ya bir nafiləni tərk etdiyinə görə. İndi mən bir nafiləni tərk elədiyimə görə tövbə edirəmsə, bu tövbə vacibdir, müstəhəb. Bu müstəhəbdir. Deməli, tövbə vacib olmaya da bilər. Aydın oldu? Ya yox? Aydın oldu. Məsələn, tutaq ki, vitr namazını adam qılmayıb. Aylarla, illərlə. Səhlənkar olub. Heç vitri vacib görmür. Vitr sünnədir deyir. Sadəcə olaraq oturdu bir dərsdə və ya hansısa bir kitabdan oxudu ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vitri tərk eləməyib. Hətta birdən qılmasaydı səhər onu qəza edərdi. Bu hədisləri oxuyur və sonra öz halına baxıb ki, mən aylardır vitri qılmamışam. Məsələn, nə edir? Əl açıb, tövbə edir ki, ya Rabbi, peşmanam. Yox, tövbə edir. Tövbədən gedir söhbət. Tövbənin şərtləri var da. Nə idi? Peşmançılıq. Peşman oldu, olmadı. Ya bir uygulayaq. Peşman oldu, olmadı. Peşman oldu. Tərkilədi, tərkiləmədi. Yəni bu halı. Və bir də etməyəcəyinə söz verdi. Tövbə sayıldı ya yox? Tövbə budur da. Amma bu tövbə vacib olan tövbədir yoxsa müstəhəb? Müstəhəb, vacib deyil. Aydındır. Deməli, tövbə vacib də ola bilər, müstəhəb də ola bilər. Həm də günah da qazanır. Necə? Günah da qazanır. Vitri tərk elədiyinə görə, təbii indi əgər vitri vacib görmürsə, günah qazanmır. Lakin əzirdən məhrum olduğuna görə insan tövbə edir. Aydın oldu? Barakallahu fikum və sallallahu alə Muhammed və alə alihi və sahbihi və sallam.